Ateistlə dindar insanın fərqi nədir? Ateist Əfqanistana baxıb İslamı pisləyər. Dindar insan isə İslama baxıb Əfqanistanı pisləyər. Ateist dünyada baş verən təcavüzlərə, uşaq qətillərinə baxıb Allahın ədalətini pisləyər. Dindar insan isə Allahın ədalətinə baxıb təcavüzləri, uşaq qətillərini pisləyər. Ateist pis namaz qılana baxıb namazı pisləyər. Dindar insan namaza baxıb pis namaz qılanı pisləyər. Ateist əvvəl inkar edər, sonra düşünər. Dindar insan əvvəl düşünər, sonra qəbul edər. Ateist zehninə gələn hər bir şübhəni birbaşa etiqada çevirər. Məsələn, zehninə şübhə gəlir ki, Allah niyə dünyada olan zülmlərin qarşısını almır? O, bu şübhəni heç bir təhlil etmədən birbaşa etiqada çevirir. Allah ya yoxdur, ya da var, ancaq dünyadakı zülmlərə göz yumur. Dindar insan isə zehninə gələn hər bir şübhənin arxasınca gedər, ona cavab tapmağa çalışar. Ateistlərə görə İslam əsl əxlaqı təmsil eləmir. Ancaq həmin ateistlər əsl əxlaqa ən çox dindarların əməl etməsini gözləyir. Bir ateist özü kimi birisi ciddi əxlaqi nöqsana yol versə, bunu normal bir hal kimi qarşılayar. Ancaq dindar insan balaca bir nöqsana yol verəndə onu böyük bir dağ kimi göstərir. Ateistlərin %99%-i irəli sürdükləri iradların müsəlmanlar tərəfindən nə cavab verildiyini ya bilmirlər, ya da çox səthi həddə bilirlər. Hansısa bir molladan ya da təzə namaza başlamış bir insandan soruşaraq əldə etdikləri məlumat həddində. Bilirsiniz niyə? Çünki onlar üçün irəli sürdükləri iradın həqiqi cavabının heç bir əhəmiyyəti yoxdur. Onlar əslində cavab arxasınca deyirlər ki, cavab arxasınca da düşsünlər. Onlar sadəcə bir şey istəyirlər, inkar etmək. Onlar hansısa bir iradı irəli sürəndə məqsədləri cavab tapmaq deyil, məqsədləri inkar etməkdir. Sən hər nə qədər də mükəmməl cavab versən, onu qane edə bilməyəcəksən. Çünki o əvvəldən sualı qane olmaq üçün yox, inkar etmək üçün vermişdi. Ona görə də Allah Quranda Peyğəmbər zamanının ateistlərinin irəli sürdükləri şübhələrə çox az sayda cavab verib. Çünki Allah da bilirdi ki, hər nə qədər mükəmməl cavab versə, yenə də xeyir olmayacaq. Ateistlər əllərində sümüyü tutub oxalayaraq Peyğəmbərə deyirdilər ki, bunu yenidən kim dirildəcək? Allah Quranda onların bu şübhəsinə qeyri-adi, uzun-uzadı cavablar vermir. Sadəcə bir cümlə deyir. Kim onu əvvəl yoxdan yaratmışsa, o yaradacaq. Qəbul etmək istəyənlər bu bir cümlə ilə də qəbul etdilər. Qəbul etmək istəməyənlər milyonlarla da bu cür cümlələri qabağına qoysan, yenə də qəbul etməyəcək.